Soyuq havalar gəldi. Artıq bu xüsusilə də Hyundai Kia'ların dizel avtomobillərində bu kollektor məsələsi gündəmə gəlir. İndi bir dənə yaxınlaş göstərək. Bax, bu avtomobildə qeyd eləyək ki, yeni Santa Fe'dir. 2.2 dizeldir. Kollektorda baxın, vəziyyəti görürsünüz də, qurum. Görürsünüz? Bax, kəpənəklərin vəziyyətini də baxın. Bax, avtomobillərdə bax, bu boğulmaların səbəbi, yanacaq sərfiyyatının artması, bax, yerin çıxışını da göstərək. Çəkimində çətinlik, bax, bunların hamısının əsas səbəbi bu gördüyünüz kollektor sistemində olan problemlərə görədir. Yəni, bu problem deyil, daha doğrusu şəhər içərisində sürülən, probkalarda çox sürülən dizel avtomobillərdə bu gördüyünüz bu problem olur. Yəni, belə deyək ki, məsləhət görülür ki, 25-30 min sürətlərdə, yəni probektlərdə artıq bunlar açılıb yuyulmalıdır. İndi gördüyünüz kimi biri buradadır, birini də bayaq çəkdik. Bu yuyulacaq xüsusi peçdə, üzərinə bağlanacaq, yoxlanılıb, problemsiz şəkildə müştəriyə təhvil veriləcək. Avtomobilinizi peşəkarlara etibar edin.